Pis vəziyyətdə idim. Meyri həkimin gəldim, düşdüm o çetinə. Gəldim, o mənə müalicə elədi. İkinci, üçüncü dəfə çox yaxşı olmuşam, razıyam. Yaxşı müalicə elədi mənə. İndi çox yaxşıyam. Mən ona təşəkkürümü bildirirəm. Çox sağ olsun, Allah razı olsun. Mən Meyri xanıma təşəkkür edirəm. Mən bunu bura gətirəndə ümidimi üzmüşdüm, Allah'ın olsun. Bu həqiqətdir. Mən Meyri xanım bir daha sizə təşəkkür edirəm. Bu düzgün müalicənizlə. Mən heç bir həkimdən razı olmamışam, amma sizdən çox razıyam. And olsun Allah, sizin zəhmətinizi itirmərik. Mən sizə təşəkkür edirəm. Qoy o zobu olan, xəstə olan xəstələr Meyri xanıma müraciət eləsinlər, əbəs yerə heç ara hərəkət eləməsinlər. Axır-axırda başa düşdüm. Əvvəl elə bildim şəkərdir. Yaxşı ki, həyat yoldaşı dedi. Deyəsən, zobdan əziyyət çəkirmişlər və baxın, nə qədər həyat yoldaşını sevən bir bəy və deyir ki, nə yaxşı ki, mən gəldim, Mehri xanımı tapdım. Demək ki, təəssüf ki, bu tiroid problemi də çoxalıb. Bəli, Getdikcə azalmaqdan, getdikcə çoxalmanı müşahidə edirik. Nə dərəcədə təhlükəlidir tiroid düyünləri? Nəzarətdə saxlamağı təbii ki, sizdən soruşaq. Nəzarətdə saxlamasaq nələr baş verər? Demək, bu pasientimizdə zəhərli zob vardı. Zəhərli zob eyni zamanda da ona görə də elə çəki vermiş bir durumdadır. Çəki problemi var, üzündə rəng dəyişikliyi var, özünüz görürsünüz. Aydın görünür, bəli. İndi pasientlər də bizə yaxınlaşanda bu düyünlü zobdan danışsam, hamı deyir ki, düyün gördüsə bu qorxuludurmu? Bu sualından yaxınlaşırlar. Ona görə də insanlara ən çox maraqlı olan sual böyük ehtimal bu olar deyə düşünürəm. Düyün var deyək. Elə bir düyün var ki, ölçüsü böyük nə qədər? 1, 2, 3, 4 cm olmasından baxmayaraq tərkibində kistoz möhtəviyyatdır. Yəni bu o qədər də qorxulu hesab olunmur. Yəni biz bunu belə olar. Əgər hormonal balansda, yəni tiroid hormonlarından gedir söhbət, heç bir dəyişiklik yoxdursa, biz onu sadəcə izləməyə alırıq. Düzdür, əlbəttə ki, invaziv olaraq düyünləri də artıq hal-hazırda müalicə etmək, yəni ki, götürmək mümkündür. Yalnız ehtiyac olmadığı halda biz ona, əgər xəstəyə boğulma hissi vermirsə, narahatçılıq vermirsə, pasiyentə estetik olaraq görünüş narahatçılığı vermirsə, biz sadəcə onu izləyirik. Təbii ki, dediyim kimi, hormonal balansa toxunmayıbsa, yəni hormonal balans dəyişməyibsə. Lakin elə bir hal olur ki, 2-3 mm olmasına baxmayaraq, ultrases müayinəsi altında biz onun tərkibinin strukturun dəyişikliyini görərək digər bir müayinələrə də yönləndiririk. Tərkibində atipik hüceyrələr çıxırsa, yəni xərçəng hüceyrələri çıxırsa, biz mütləq buna başqa istiqamətdə müdaxilə edirik.